proqramın daim izləyiciləri, Şəhid Qazi Veteran ailəsi, hər birinizi Qəhrəmanlar şəhəri İmişli rayonundan hər birinizi salamlayıram. Bugün Osman qardaşımızın, şəhid qardaşımızın heykəlinin önündə açılış mərasimidir və burada şəhər nümayəndələri və şəhid ataları, şəhərimizin dəyərli insanları hamısı buradadır və orada gəliblər baş sağlığını diləməyə, valideynlərinə yanında olmağa. Allah hər birinin məqamını uca eyləsin şəhidlərimizin. 37 minə yaxın şəhidimiz var Respublikada və çiçəklənən bu gözəl Azərbaycanımıza canlarını fəda edən şəhidlərimizi unutmaq olmaz. Onları yaşatmaq bizim boyun borcumuzdur və bu nur üzlü atalar da bugünkü bu mərasimə gəliblər. Rayonumuzdan, Cəlilabaddan, bütün regionlardan gəliblər. Allah hər birindən ayrı-ayrı razı olsun deyirəm. Şəhidinə verdiyi dəyərə görə hər birə minnətdar və təşəkkürümü bildirirəm. Gördüyünüz kimi şəhid ailələri, ata-analar, bacı qardaşlarımın önündə, ruhu önündə qardaşlarımın biz xalqı heç bir zaman utandırmasın. İlahi, sən özün öz dərgahında 37 min şəhidimiz var. O şəhidlərin, ailələrin ruhunun önündə, onların önündə biz xalqı utandırmasın. Biz hər zaman onlara sadiq olaq, onları sevək, sevdirək inşallah. Allah hər birindən ayrı-ayrı razı olsun şəhid atalarından, analarından. Bu gördüyünüz nur üzlü analarımız xalqımızın, millətimizin analarıdır və bizlərin baş tacıdır. Və onun üçün də hər zaman çalışmalıyıq ki, onlara sadiq olaq, onları yaşadaq və bunları heç bir zaman unutmaq olmaz. Allah məqamını uca eləsin. Üç qardaş proqramı Şəhid Qazi Veteran ailəsi daimi sizinlədir. Sizləri hər zaman övladlarınızı tanıması üçün dünya Azərbaycanlara çağırış edirəm. 65 ölkədə paylaşımlarımızı 200 dövlətdə paylaşmaq üçün əlimizdən gələni əsirgəməyəcəyik. Övladlarımızı qoy dünya tanısın, qoy Turan dövlətləri tanısın, bilsin ki, Azərbaycan Respublikasının Ali Başkomandanı, Müzəffər Ordunun Ali Başkomandanı necə də şəhidinə dəyər verir, onların ailələrinə dəyər verir və biz bunu heç bir zaman unutmamalıyıq. Allah hər birindən razı olsun və bura gəlib Osman qardaşımı heykəli önündə o açılışa gələnlərə hər birinə minnət və təşəkkürümü bildirirəm və rayon rəhbərliyi və bütün ictimaiyyət buradadır. Allah hər birindən razı olsun. Allah sizi qorusun. Allah cami şəhidlərimizə rəhmət eləsin. Məqamı uca olsun. Allah biz xalqı onların ruhu önündə utandırmasın. Həmişə onları yaşadaq, hər zaman onlara sadiq olaq, onların valideynlərini tanıyaq və tanıtdıraq. Onun üçün ki, müqəddəs bu torpağın sahibləri Azərbaycan övladlarıdır. Bu torpağın sahibləri bu analardır. Bu torpağın sahibi bunların övladlarıdır, nəvələridir, nəticələridir. Onun üçün də nur üzlü qardaş və bacılarıma müraciətim odur ki, gəlin bir olaq, birgə olaq, şəhidlərimizi yaşadaq, onların ailələrinə sadiq olaq, onları dünya Azərbaycanlarına tanıdaq ki, nə yaxşı ki biz xalq varıq. Allah xalqımızı, millətimizi, dövlətimizi, ordumuzu qorusun. Başda da Ali Başkomandan cənab prezidentimizi qorusun. İlahi amin. Günlük vətən müharibəsində Qubadlı, Cəbrayıl və Ləçin dəhlizi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş məktəbimizin məzunu Cəfər Osman Elsəvər oğlunun anım günü və onun adının daşıdığı parkın açılış tədbirinə toplaşmışıq. Tədbirimizi Azərbaycan Respublikasının dövlət himni ilə açıq elan edirik.
məqamını uzun eləsin cümlə şəhidlərimizin. Vətənimizin suverenliyi və azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş igid oğullarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edirik. Allah şəhidlərimizə rəhmət eləsin. 2020-ci il sentyabrın 27-si Azərbaycan xalqı üçün unudulmaz bir tarixin başlandığı gündür. Məhz həmin gün Ali Baş Komandan Cənab İlham Əliyevin irəli əmrinə Azərbaycan xalqı bir ağızdan hə deyərək irəli atıldı. Xalqı